Herkese salam, hər birinizi yenidən kanalımda xoş gördük. Bugün sizə Azərbaycan dili 4-cü sinif 2-ci hissədən tarixi şəxsiyyətlər bölməsinin Tusi və Hülakü xan mövzusunu izah edəcəm. 2A. Tarixi şəxsiyyətlər haqqında oxuduğunuz rəvayətləri xatırlayın. Rəvayət nağıldan və əfsanədən nə ilə fərqlənir uşaqlar? Əfsanə və rəvayətlər həcmcə qısa, nağıllar isə geniş olur. Əfsanədə möcüzəvi hadisələr təsvir edilir, rəvayət isə daha çox tarixi şəxsiyyətlərlə bağlı olur. Adətən deyilənə görə, rəvayətə görə sözləri ilə başlayır. Gəlin baxaq. Tusi və Hülakü xan. Deyilənə görə Tusi Hülakü xandan mağarada rəsədxana inşa etmək üçün icazə istəyir. O, tikintiyə lazım olan xərci Hülakü xana bildirir. Məbləğ kifayət qədər böyük idi. Hökmdar təəccüblənir. Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək? Tusi cavabında söyləyir. İzin verin, bir nəfər dağa qalxıb oradan boş bir çəlləyi yerə atsın. Ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Belə də edirlər. Çəllək aşağı yuvarlandıqca qayalara deyə-deyə qorxulu səslər çıxarır. Hülakü xanın ordusunda bərk çaxnaşma düşür. Kimi zəlzələ baş verdiyini, kimi isə düşmən qoşununun şəhərə hücum etdiyini düşünürdür. Alim və hökmdar isə kənarda dayanıb sakitcə bu mənzərəni seyr edirlər. Səs-küy bitdikdən sonra Tusi Hülakü xana deyir: "Hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişdik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içində idi. Əgər biz göydə baş verən hadisələri vaxtında öyrənsək, yerdə hər şeyə hazırlıqlı olarıq." Nəsrəddinin sözləri Hülakü xanı inandırır və o rəsədxananın tikintisinə razılıq verir. Gəlin baxaq söz ehtiyatına. İlk tapşırığımız B-də deyilir. Mətndə fərqləndirilmiş inşa sözü hansı mənada işləndiyini müəyyən edin. Düşüncə və bilikləri əks etdirən yazı işi, yoxsa yaratma, qurma, tikmə mənasında? Əlbəttə ki, burada yaratma, qurma, tikmə mənasında işlənmişdir. Nə anladın? Mətnə aid suallara cavab verin. Rəvayətdə hansı tarixi şəxsiyyətlərin adı çəkilir? Əlbəttə ki, burada Nəsrəddin Tusi və Hülakü xandan danışılır. Nəsrəddin Tusi Hülakü xandan nə istədi? Nəsrəddin Tusi Hülakü xandan mağarada rəsədxana inşa etmək üçün icazə istədi. Nə üçün Hülakü xan əvvəlcə Tusinin təklifini qəbul etmədi? Təbii ki, Tusinin dediyi məbləğ çox oldu. Ona görə də Hülakü xan əvvəlcə düşündü ki, rəsədxana üçün bu qədər pul xərcləməyə dəyərmi? Düşün və cavab ver. Hülakü xan ulduzlar haqqında elm dedikdə nəyi nəzərdə, hansı elmi nəzərdə tuturdu? Əlbəttə ki, biz keçən mövzumuzda bu barədə öyrənmişdik. Bu astronomiya elmi idi. Deyə baxırıq, Tusi və Hülakü xan mətnin rəvayət olduğunu əsaslandırır. Gəlin uşaqlar, rəvayət haqqında bayaq öyrəndiklərimizi bir daha qeyd edək. Deməli, biz burada Tusi və Hülakü xan mətni rəvayət olduğunu necə əsaslandıra bilərik? Qeyd etmək istəyirəm ki, ilk öncə burada tarixi şəxsiyyətlərdən danışılır. Daha sonra isə qayıdırıq lap əvvələ, deyilənə görə ifadəsi ilə başlayır və biz bunun bu deməli dediklərimlə rəvayət olduğunu əsaslandıra bilərik. Sizcə rəvayətdə Tusinin hansı xüsusiyyəti ön plana çəkilib? Uşaqlar, burada Tusinin hansı xüsusiyyətindən danışır? Əlbəttə onun deməli hazır cavablığından, ağıllı olmasından danışılır. Daha sonra baxırıq qruplarla işə. Nəsrəddin Tusinin aforizmlərini oxuyun. Uyğun situasiyaya düşünərək mətn yazın. Birinci qrup. Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol. İkinci qrup. Düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. Üçüncü qrup. Əziyyət çəkib yaxşı iş görsən, əziyyət keçər, yaxşılıq qalar. Pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. Gəlin indi bununla bağlı hekayələrimizə baxaq. Birinci qrup. Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi ol. Gözəl bir gün idi. İlxan yaxşı bir iş görmək istəyirdi.
O xəyallara daldı. Əgər Leyla göldə batsa, onu xilas edərəm. Elə bu vaxt balaca Leyla ona dedi: "İlxan, mənimlə oynayarsan? Mane olma Leyla, özün tək oyna." İlxan fikirləşdi. Əgər canavar nənəmə hücum etsə, mən onu xilas edərəm. Nənəsi İlxanı səslədi. İlxan bala, toyuqlara dən verərsən? İlxan mızıldandı. Nənə, işim var, sonra. Özü isə düşündü. Əgər toplan quyuya düşsəydi, onu xilas edərdim. Toplan quyruğunu bulaya-bulaya ona yaxınlaşdı. Sanki demək istəyirdi. İlxan, mənə su ver. İlxan ona tərəf acıqla baxdı. Toplan, get buradan, mane olma. İlxan anasından soruşdu. Anacan, yaxşı iş görmək üçün nə etmək lazımdır? Anası gülümsəyib dedi. Leyla ilə oynaya bilərsən, toyuqları yemliyə, toplana su verə bilərsən. Yəni uşaqlar, buradan biz nə oldu? Yalnız sözdə deyil, həm də işdə hikmət sahibi olmağı öyrəndik. İkinci qrup, düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. Samir, Yusif və Nazim meşəyə getmişdilər. Onların başı oynamağa qarışdı. Bir də baxdılar ki, axşam düşüb. Narahat oldular. Valideynlərinə nə deyəcəkdilər? Samir dedi, mən deyəcəm ki, bizə canavar hücum etmişdi. Yusif də biraz düşünüb dedi, mən isə deyərəm ki, babamla rastlaşmışdım. Nazim isə dedi, mən isə düzünü deyəcəyəm. Doğru danışmaq həmişə asan olur. Samir canavar haqqında danışmağa başlamışdı ki, atası dinləndi. Bizim meşələrdə canavar olmur axı. Samirin atası oğlunun yalan danışmasına çox kədərləndi. Yusif elə babasının adını çəkmişdi ki, babası qapını açıb içəri girdi. Yusifin anası oğlunun yalan danışmasını anlayıb çox təəssüfləndi. Nazim isə gecikdiyi üçün üzr istədi. Bir daha məsuliyyətsizlik etməyəcəyinə söz verdi. Valideynləri onu bağışladılar. Beləliklə uşaqlar düzgün yol məqsədə çatmaq üçün ən yaxın yoldur. Üçüncü qrupa baxırıq. Əziyyət çəkib yaxşı iş görsən, əziyyət keçər, yaxşılıq qalar. Pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. Bir gün Tural dostları ilə meşədən qayıdırdı. O yolun kənarında Səlim babanı gördü. Səlim baba fidanları yerə bastırırdı. Tural babasına yaxınlaşdı. Baba, nə edirsən? Ağac əkirəm. Qoy kəndimizə gedən yol kölgəli olsun. Ay baba, niyə bir əziyyət çəkirsən? Bu fidanlar nə vaxt böyüyəcək? Tural, oğlum, yadında saxla. Əgər xeyirli bir iş üçün əziyyət çəkirsənsə, gec-tez onun bəhrəsini görəcəksən. Bir gün mən olmasam da insanlar bu ağacların kölgəsində dincələcək. Ağacı əkənə təşəkkür edəcəklər. Çalış, pis işlər üçün əziyyət çəkməyəsən. Bax, onda əziyyətin yerdə qalar. Heç bir ləzzət almazsan. Beləliklə, əziyyət çəkib yaxşı iş görsən, əziyyət keçər, yaxşılıq qalar, pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar. Dostlar, bugünkü mövzumuz bu qədərdir. Sizinlə sağollaşıram. Yeni dərslərdə görüşmək ümidilə. Sağ olun, salamat qalın.